Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bu günləri sınaq toplusundan, ümumi biologiya sınaq toplusundan ümumi biologiya sınaq 1-i izah verəcəm. Başlayırıq ilkin öncə birinci sualdan. Deməli, bizə deyir nuklein turşularında neçə növ nukleotid zual sintezinin hər iki prosesində iştirak edər? Biz bilirik ki, zual sintezinin hər iki prosesində transkripsiya və translasiyadan söhbət gedir. Transkripsiyada DNT və RNT nukleotidlər iştirak edir. Translasiyada isə deyəcəyik ki, yalnız RNT nukleotid iştirak eləmiş olur. Deməli, hər iki prosesdə biz RNT iştirak etdiyinə görə, deməli, RNT-nin 4 növ nukleotidini götürəcəyik. Ona görə cavabımız olacaq 4 növ nukleotid olmuş olar. Cavab olar A variantı. Keçirik ikinci suala. İkinci sualda mitozun hansı mərhələsində xromosomlar yalnız 2 xromatidli olur? Deməli, deyəcəksiniz ki, mitozun hansı mərhələsi deyəndə götürərsiniz profazanı, götürəcəksiniz telofaza, xeyr, bu artıq bir xromatidlidir. Metafaza, bəli, anafazanı artıq deyəcəksiniz ki, bu da bir xromatidli kimi götürmüş olursunuz. Onda cavab olacaq 1, 3, B variantı. Üçüncü suala keçid edirik. Üçüncü sualda nədir bizə? Diheterozigot boz ada dovşanlarının bir əlamətə görə. Diheterozigot boz ada dovşan deyəndə biz məlum məsələdir ki, böyük C, kiçik C, böyük A, kiçik A çarpazlaşmasıyla bir əlamətə görə homozigot deyəndə artıq məlum məsələdir. Biz çarpazlaşdıracağıq kiçik C, böyük A, kiçik A. Deməli, bunların çarpazlaşması zamanı əmələ gələn balaların fenotip nisbəti deyir necə olar? Bunlardan qamet alısıq. Yəni müxtəlif yolları var. Amma qamet alma ilə məsələn bunu da rahat formatda tapa bilərsiniz. Deməli, birincidən qamet alanda böyük C, böyük A, sonra böyük C, kiçik A, kiçik C, böyük A, bir də kiçik C, kiçik A. Digərində olacaq kiçik C, böyük A, kiçik C, kiçik A. Deməli, ümumi şəkildə bunlardan hansı fərdlər alınır? Alınır böyük C, kiçik C, böyük A, böyük A. Boz, böyük C, kiçik C. Deməli, birincidə nə alındı? Böyük C, kiçik C, böyük A, böyük A. Sonra alınır böyük C, kiçik C, böyük A, kiçik A. Sonra deməli bu da oldu boz. Alınır kiçik C, kiçik C, böyük A, böyük A. Bu oldu ağ. Sonra kiçik C, kiçik C, böyük A, kiçik A, bu da oldu ağ. Digər fenotipi çarpazlaşdıranda bir-birindən genotiplər. Deməli, nə alınır? Böyük C, kiçik C, böyük A, kiçik A. Boz. Sonra böyük C, kiçik C, kiçik A, kiçik A. Oldu bu qara. Digər olacaq kiçik C, kiçik C, böyük A, kiçik A. Bu oldu ağ. Kiçik C, kiçik C, kiçik A, kiçik A oldu. Bu da oldu ağ dovşanlar. İndi fenotip nisbətlərinə baxdıqda birinci görürsünüz ki, ümumi 4 dənə ağ var. Deməli 4. Sonra gələcək 3 dənə boz. 4 böl 3. Bir dənə də qara olduğu üçün 4 böl 3 böl 1 nisbəti. Cavabımız da var mı? Bəli. Olacaq A variantı. Növbəti suala keçid edirik. İkiqat mayalanmada iştirak edən hüceyrələrin xromosom saylarının cəmi 39-dur. Yumurta hüceyrədə 7 xromosom olarsa, deməli bunun eni bərabərdir 7-yə. Bu bitkinin endosperm hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində neçə xromosom olar? Əgər bunun yumurta hüceyrəsi 7-dirsə, mərkəzi hüceyrə olacaq müəllimlər neçə? 14. Mərkəzi hüceyrə 14-dürsə, deməli, ikisini bir yerdə toplayırıq ki, biz spermləri artıq tapaq.
14 ilə 7-ni toplayanda eləcə 21. Deməli 39 da cəmdir. Mən 39-dan çıxıram. 39'dan çıxıram. 21'i yerdə qaldı. 18. 2 dənə spermi olduğuna görə deməli hərəsi 9 9 düşəcək. N bərabərdir 9, N bərabərdir 9. Bizə də deyir ki, endospermi. Biz də endosperm tabanında mərkəzi hüceyrənin spermini toplayırdıq. Mərkəzi hüceyrəmiz 14'dür, spermimiz də 9'dur. 14 ilə 9'u toplayırıq. Elədi neçə? 23. Anafazada dediyinə görə 2 dəfə artırırsınız. Olacaq neçə? 46. Cavabımız olacaq C variantı. Bu da oldu 4-cü sualımızın deməli düzgün cavabı. Gəlirik keçir 5-ci suala. 5-ci sualda nədir bizə? Paleozey erasının Silur dövründə baş vermişdir. Baxırıq. Paleozey erasının Silur dövründə onurğaların sümük toxumasının yaranması. Bu Ordovikdir. Deməli A variantı getdi. A getdi. İlk xordalların meydana çıxması. Xeyr. Bu da getdi. Bu proterozoiddir. Deməli sonra xarici xitin skeletinin yaranması. Xeyr. Deməli bu da getdi. Pəncərüzgəcli balıqların meydana çıxması bu devondur. Bu da olmaz. Planların ot və ağac formalarının meydana çıxması bəli. Bu artıq olacaq Silurda. Deməli cavabımız olacaq. Düzgün cavabımız Y variantı. Sonra 6-cı sual. Doğru bəndi seçin. Timsahların əmələ gəldiyi geoloji dövrdə timsahlar əmələ gəlib dedim ki, Triasın sonunda. Triasın sonunda əmələ gəlibsə baxırıq A variantına. Toxumlu qıclar məhv olur. Elə düzgün cavabımız nə olacaq? A variantı olmuş olar. Ona görə doğru cavabımız olacaq A variantı. 7-ci suala. Aramorfozlar nəticəsində hansı sistematik kateqoriyalar yaranır? Biz bilirik ki, artıq burada böyük sistematik kateqoriyalar yarandığına görə tip, şöbə, sinif. Deməli 1, 3, bir də olacaq 4. Doğru cavabımız olacaq B variantı. 8-ci suala baxırıq. 8-ci sual deyir, Karl Linneyin təsnivat vahidlərinə aid deyil. Biz bilirik ki, Linneyin təsnivat vahidlərinə ümumi sistematik kateqoriyasına hansılar aiddir? Deyəcək ki, cins, sinif, dəstə, növ. Bunlar aiddir, amma fəsillə onun sistematik kateqoriyasında yox idi. Ona görə cavabımız olacaq Y variantı. 9-cu suala keçid edirik. 9-cu sualda nə deyir bizə? Aşağıdakı sxemdə deyir, verilən hissələrdən hansı üzünü köçürmə prosesində əmələ gələn molekulda ola bilər? Bu hissədə ümumi ortofosfat turşusu qalıqları göstərilməlidir. Şəkildə düşməyib. Mən bunu yazıram. Deməli, üzünü köçürmə prosesi deyirsə, deməli, məlum məsələdir. Ortofosfat 1 ilə göstərib onu ortofosfat turşusu qalığını. Deməli, 1 iştirak edər üzünü köçürmə prosesində. 1'i götürdük. Sonra gəlirik nəyə? Deyir ki, 2. 2 burada baxacaqsınız ki, müəllimlər, ümumi şəkildə. Burada dezeksiriboza. Deməli, ümumi şəkildə burada nədir? Deməli, burada 2 nə oldu? 2 dezeksiriboza olacaq. Çünki burada bizə göstərilən DNT-dir. Amma biz axtarmırıq üzünü köçürmə prosesində əmələ gələn molekulda ola bilər. Söhbət biz RNT-ni axtarmalıyıq. Ona görə də RNT-də də rast gəlir. Ona görə biz dezeksiriboza yox, RNT-də nə deyirik? Riboza deyirik. Ona görə 2 olmaz. Harda 2 varsa sıxtaş elədir. B gedir onda, C gedər. Gəldi 3-cüyə. 3-cüdə göstərilən bizə deməli ən böyük olduğuna görə. Yəni burada olacaq adenindir. 2 qat rabitə timin. Bu deməli bu timin olar. Bu olacaq adenin azotlu əsası. Deməli 3 bəli. Həm RNT, həm DNT üçün rast gəlinir. Ona görə 1, 3 götürərik. 1, 3. Bunu da götürdük. Sonra 1'i də götürdük. Gəldi 4'ə. 4'də nə deyir? 4 burada sitozin azotlu əsasdır. Bu da olacaq ən böyük olduğuna görə guanindir. Deməli, bəli, sitozin də rast gəlinir. Ona görə 1, 3, 4'ü də götürürük. Gəlirik 5-ci. 5-ci bu artıq timindir. Və timin biz bilirik ki, yalnız və yalnız DNT-yə məxsusdur. RNT-də yoxdur. Ona görə 5
olmayacaq. Deməli doğru fikrimiz hansı olacaq? 1, 3, 4. Cavab olar A variantı. 10-cu sualda nə deyir? Şəkildə verilən filogenetik sıranı nə deyir? Müəyyən etmişdir. İlk dəfə biz bilirik ki, filogenetik sıranı Kovalevski tərəfindən müəyyən edilib. Cavab olar D variantı. 11-ci sualda bəzən təbiətdə müxtəlif növlərə mənsub deyir olan fərdlərin çarpazlaşması zamanı döllü nəsil alındığı üçün hansı kriteri bəzi hallarda özünü doğrultmur? Bu artıq olacaq deməli fizioloji kriteri. Çünki fizioloji kriteri də deyərik ki, ala zəhrədir və yaxud da qovaqdır və yaxud da bülbülün bəzi növləridir ki, çarpazlaşıb döllü nəsil verildiyinə görə, ona görə bu növ üçün özünü ayrıca doğrultmur. Doğrultmadığına görə cavab olacaq B variantı. Y deməli 12-də nə deyir? Hansı bitki və ya bitkilərin mərkəzi hüceyrəsinin Y cinsi xromosomuna rast gəlinir? Biz burada artıq fikir verməliyik ki, Y cinsi xromosomuna rast gəlinirsə, deməli bu heterogamet olmalıdır. Yəni kənafdır, elodiyadır, maya sarmaşdır. Bunlar insanda olduğu kimidir xromosom dəsti. Ona görə biz bunları çıxdaş eləyirik. 1, 3, 4, 7. Deməli heterogamet olan hansıdır? Deməli yalnız olacaq çiyələk. Ona görə cavabımız olar Y variantı. Sonra verilənlərdən neçəsi, yəni bunu mən çiyələkdə niyə görə götürdüm? Çünki mərkəzi hüceyrə dediyi üçün bunun artıq dişisi heterogametliyə malik olmalıdır. Dişisi də heterogamet yalnız XY yəni olan çiyələkdir burada. Ona görə yəni bir Y cins xromosomuna rast gəlinir deyilir. 13-cü sualda verilənlərdən neçəsi deyir, davam etmə müddəti ən uzun olan geoloji erada meydana çıxıb. Ən uzun geoloji era proterozoida ən çox davam edən. Deməli ağac şəkilli plaun xeyr, ilk hüceyrə deyəcəksiniz ki, bu arxeydi xeyr, çənə ağızlıq onurğalılar xeyr, bir hüceyrəli yosunlar bəli, ilk xordallar bəli, proterozoidalar hər ikisi. Ona görə cavab olacaq 2 dənəsi B variantı. 14 suala baxırıq. Dişi deyir ilanın somatik hüceyrəsində olan xromosom müxtəlifliyi N olarsa. Müəllimlər, bunun ən asan yollarından birini deyirəm sizə. Baxırsınız ki, dişi ilan deyəndə biz bilirik ki, bu heterogametdir. Yəni XY-dir. Düzdür? Gətirirsiniz insan üzərinə bunu. İnsan üzərinə gətirəndə insanda XY olan nədir? Kişi orqanizmidir. Yəni kişidir. Somatik hüceyrəsində xromosom müxtəlifliyi. Ona görə bu ilanda XY deyəndə kişini nəzərdə tutur. Kişidə xromosom müxtəlifliyi nə idi? Deməli 24-dür. Deməli bunun N-in bərabərliyirsə nəyə? 24-ə. Düzdür? N-i 24-ə bərabərdirsə, bu canlıda deyir ilişik gen qruplarının sayı neçə olar? Biz də bilirik ki, ilişik gen qruplarının sayı haploid xromosom dəstində. Yəni kişidə də haploid nə idi? N-i bərabərdir 23-ə. Deməli mən 23 axtarmalıyam, tapmalıyam ki, cavabda görüm hansı variantda mənə 23-ü verər. N-in yerinə 24-ə aparıb qoyanda görə hansı variantda verər? Deməli A variantında verməz. B variantında 24-dən birini çıxıram, bəli, 23-ü görürsünüz, cavabda verdi. Ona görə cavabımız olacaq B variantı. Yəni bunu bu qayda ilə edəsiniz, məncə deməli doğru fikri daha tez tapmış olarsınız. Gəldik 15-ci suala. 15-ci sual. Xromosomlar üzərində genlərin düzülüşü A, B, C, D, Y kimi işarələnmişdir. Verilənlərdən hansı leykoza səbəb olar? Biz bilirik ki, leykozda artıq 5-ci cüt xromosomda 180 dərəcə çevrilmə baş verir. Ona görə deməli 5-ci cüt xromosomda A yox. Deməli E-də də dəyişiklik 3-dədir. C yox. Amma D-yə baxırsınız ki, Y ilə burada D-yi verib, amma burada Y də verilib. Deməli 5-ci cüt xromosomda dəyişiklik var. 180 dərəcə çevirmə olduğuna görə cavab olacaq D variantı. 16-cı suala baxırıq. 16-cı sualda nə deyir bizə? Çoxalma mərhələsində daxil olan böyük A, kiçik A, böyük B, kiçik B genotipli ilkin cinsi hüceyrə 3 dəfə mitoz. Mən demişdim ki, 3 dəfə mitoz keçirəndə 2 üstü 3. Yəni 8 dənəsi əmələ gəlir. Yəni 1-dən 4 əmələ gəldiyinə görə 8-dən neçəsi əmələ gələr? 8-i də vurursunuz 4-ə, elədi 32. 32. İndi bizə deyir ki, həmin əmələ gələn hüceyrələrin hamısı toxumluğun yetişmə zonasına daxil olduqdan sonra
alınan qametlərin 5-i yaşama qabiliyyətinə malik olmazsa minimum neçə qamet böyük ya kiçik B genotipli olar. Bizə də verilən bu artıq nədir? Dihetiroziqotdur. Yəni buradan 4 növ qamet əmələ gəlir. Hansılardır? Yuxarıdan yazıram. Böyük A, böyük B əmələ gəlir. Böyük A, kiçik B, kiçik A, böyük B, bir də əmələ gəlir kiçik A, kiçik B. Bunların hərəsinə düşür 8 dənə. Düşdü 8 dənə. İndi bizə deyir ki, qametlərin 5-i yaşama qabiliyyətinə malik olmaz. Deməli, mən bu hissədən bundan. Deməli, minimum dediyinə görə 5 dənəsin bundan məhv olur. Böyük ya kiçik B-dən məhv olursa minimum tapmaq üçün deməli mən onu 8 dənənin elə böyük ya kiçik B-dən götürməliyəm. Deməli 8 dənə böyük ya kiçik B var. 5-i məhv olursa yerdə minimum nə qədər qalır? Deməli qalacaq 3 dənəsi. 8-dən çıxırıq 5-in qaldı 3-ü. Deməli minimum neçə qamet? 3 dənə qamet böyük ya kiçik B genotipli olar. 17-ci suala baxırıq. Canlıların neçə aləmin nümayəndələrində hüceyrə divarına rast gəlinir? Hüceyrə divarı yalnız və yalnız deyəcəksiniz ki, göbələk. Deməli nə olacaq? Göbələklərdə, bitkilərdə, bir də olacaq ümumi şəkildə bakteriyalarda, deməli 3 aləmdə rast gəlmiş olar. Verilənlərdən neçəsi ribosomda sintez olunmur? Glukoza biz bilirik ki, burada zulal sintez olunmalıdır, amma glukoza karbohidratdır. Deməli bir dənəsi insulin zulaldır. Selulaza burada zulaldır. Aza. Diqqətlinin sona. Hemoglobin, bir də interferon. Bunlar zulal olduğuna görə deməli bir dənəsi karbohidratdır. Ona görə ribosomda sintez olunmaz. Xarici görünüşcə bir-birindən fərqlənməyən qara sıçovulun 38 və 42 xromosom yığımlı növləri hansı kriterlə müəyyən edilmişdir? Deyəcəksiniz ki, artı bu xromosom yığımı dediyinə görə cavab olacaq genetik kriteri. 19-da olacaq C variantı. 20-ci suala baxırıq. Verilən alimlərdən hansı bir ləpəli bitkilərin seleksiyası ilə məşğul olmamışdır? Baxın, altın xətt deyirəm. Olmamışdır. Sitsin olub, Lukyanenko olub, Şexurdun olub, Xaçerinov deməli qarğıdalı bir ləpəlidə olub. Bustoviot isə Günahbaxan deməli bitkisindən ümumi seleksiyasına məşğul olduğuna görə cavab olacaq deməli B variantı. 21-ci suala baxırıq. 21-ci sualda nə deyir bizə? Deyir, yanlış fikri müəyyən edin. Plazmidlər öz-özünə bölünə bilirlər. Bəli, bu bölünə bilər. Sonra prokaryot orqanizmlərdə olur. Bəli, rast gəlinir. Xromosomdan kənarda yerləşir. Doğru fikirdir. Halqa şəkilli DNT-lər var. Bəli, xromosom mühəndisliyində istifadə olunur. Xeyr, bu artıq istifadə olunur hansı? Gen mühəndisliyində. Ona görə cavab olacaq Y variantı. 22-ci suala baxırıq. Hansı bənddə uyğunluq pozulmuşdur? Uzaq hibridləşməyə və əmələ gələn orqanizm verilib bizə. Başlayırıq A variantına görə nə deyir? Hansında uyğunluq pozulmuşdur? Buğda plus çovdar, bəli, əmələ gəlir tritikali. A doğrudur. Buğda plus ayrıqotu çoxullik buğda, bəli. Ağ balıq plus cökə bizə verilib burada ropşa. Deməli, burada ropşa yox, bester alınmalıdır. Ona görə uyğunsuzluq, deməli, uyğunluq pozulub harda C variantında. Keçirik 23-cü suala. 23-də nə deyir bizə? Yarpaq sahəsi 6 kvadrat metr olan bitki deyir 5 saat ərzində xaric etdiyi oksigenin insan ağciyər kapilyalarının qana keçməsi üçün normal halda neçə tənəffüs hərəkəti etməlidir? Bizim düsturumuz var idi ki, müəllimlər, M bərabərdir S vurulsun T. Buradan da M-i tapmağımız üçün 6-nı vururuq 5-ə, eləcək 30 qram. Kütləmizi tapdıq. Və yarpaq sahəsi dediyinə görə fotosintezin ümumi deməli tənliyi. Fotosintezin ümumi tənliyində 180 qram glukoza olanda oksigen orada neçə litr olurdu? 6 vurulsun 22,4 litr. Bəs mənim 30 qramımda nə qədər əmələ gələcək? X. Buradan da 30 getdi ixtisar. 180-dən qaldı burada 6. 6 ilə də 6 ixtisar gedəcək.
Qaldı 22 tam x-ə bərabər oldu neçəyə? 22 tam onda 4 litr. Biz də bunu çevirməliyik artıq nəyə? Millilitrə çevirməyimiz üçün vururuq 1000-ə. O da eləyəcək təqribən eləməlidir. Təqribən yox, 22, o da eləyir 22400. 22400. 22400 millilitr əmələ gəldi. Bir tənəffüs hərəkəti zamanı deməli bizim ağciyər kapilyarlarımıza 25 milli və ya kub santimetr nə keçmiş olur? Oksigen keçmiş olur. Bəs mənim 22400-ə nə qədər olacaq? 22400-ə də olacaq x tənəffüs hərəkəti. 22400 bölürük 25-ə. 22400 böldü 25'e. Bu da düşür. Neçə? Düşür 896. Deməli cavab olacaq A variantı. Sonra geldi 24-cü sual. Verilənlərdən hansı endoderma rişeym vərəqindən əmələ gəlmişdir? Endoder. Bunun epitelisi ektodur. 1 getdi. Deməli D getdi, Y getdi, C getdi. Sonra gəlir periton. Bu da periton da xeyr. Bu olacaq artıq nə? Periton olacaq mezoderma. Bu getdi. Sonra gəldi bronxlar. Bəli. Sonra mədə-altı vəzi. Bəli. Derma xeyr. Xorda bəli. 3, 4, 6 cavablar A variantı. Deməli burada oldu A variantı. 25-ci suala baxırıq ki, X-in yerinə uyğun gələn bitkiləri seçin. Deməli, Vavilov'a görə mədəni bitkilərin müxtəlif və mənşə mərkəzi verilib. Cənubi Amerika mərkəzi. Cənubi Amerika mərkəzi verilibsə, deməli, baxırsınız ki, burada olacaq. Dənli sargo, xeyr. Sonra kakao, xeyr. Ananas, bəli, götürə bilərsiniz. Yer fındığı götürə bilərsiniz. Kartof götürə bilərsiniz. Bir də kina ağacı aiddir. Burada da kina ağacı verilməyib. Ona görə 3, 4, 6 cavab olar A variantı. Yanlış fikir göstərin deyir. 26-cı sualda. Yaşıl olmayan fotosintez edən bitkilər var. Məsələn, bəli, qonur və qırmızı yosunlar götürə bilərsiniz. A getdi. Doğru fikirdir. B. Yosunların rizoidləri suyun udulmasında iştirak etmir. Bəli, yapışma xidmətlər B-də getdi. Yaşamaq uğrunda mübarizənin nəticəsi təbii seçmədir. Bəli. Bütün hormonlar zülal deyil. Bəli, məsələn, yağ mənşəli olanlar da var. Qan, limfa, toxum mayyəsi hüceyrənin yox, orqanizmin daxili maye mühitini təşkil etmiş olur. Ona görə cavab olar Y variantı. 27-ci sual. Hansı bənddə uyğunluq pozulub? Deməli, uyğunluq A doğrudur. Sonra B eidos növ, bəli. Regressus qayıtma, bəli. Hibrid qarışıq, bəli. Hormoa selikli maddə, xeyr. Oyadıram deməkdir hormoa. Ona görə cavab olar Y variantı. 28-ci suala baxırsınız. Hansı fərdin kiçik A, böyük B, böyük C, kiçik D, böyük Y, K, böyük Y, böyük K genotipi qameti əmələ gətirmə ehtimalı deyir daha yüksəkdir. Müəllimlər, daha yüksəkdir deyəndə siz artıq baxmalısınız ki, hansı deməli fərddə heterozigotların sayı ən az olsun. Məsələn, A variantına baxırsınız. 2-3 dənə hetero, 4 dənə heterozigot var. Deməli, bunu əmələ gətirmə ehtimalı daha az olmuş olacaq. Çünki bizə deyir ki, əmələ gətirməyi daha yüksək olsun. Sonra baxırsınız B variantı. B variantında nə deyir? Neçə dənə heterozigot var? 1, 2, 3, 4, 5. Hamısı heterozigot. B-də olmaz. C-də heterozigot yenə də 3 dənədir. 4, 5 dənə var. Bu da getdi. Burada da yenə də çoxdur. Burada da getdi. Amma D-yə baxırsınız 1, bir də 2 dənə. Deməli, əmələ gətirmə ehtimalı daha yüksək olar burada. Çünki 2 dənə heterozigot var. Bunu əmələ gətirmə, bu verilən əmələ gətirmə ehtimalı daha yüksək olacaq.
Deməli cavab olacaq burada D variantı. 29-cu sualda verilən genotiplərdən hansı 4 növ qamet hazırlayır? Baxırsınız ki, 2 dənə heterozigot olsun. 2 dənə heterozigot olacaq burada D variantı. 30-cu suala baxırsınız. 30-cu sualda nə deyir? 1500 fərddən ibarət olan qəsəbədə resesiv genlə daşınan əlamətə malik insanlar isə 240-dır. Deməli, onda mən yazıram ki, resesiv dediyinə görə kiçik a bərabərdir. Ümumi 240'ı bölürəm neçəyə? 1500'ə. Deməli, mənim kiçik a'm olur. Burada olur ümumi 0,16. Kiçik a da olacaq. Bunda ümumi kök altına atanda eləcək a'mız olar 0,4. Amma böyük a'nı tapmaq üçün birdən çıxırıq 0,4'ü. Yəni böyük a'nı tapmaq üçün birdən çıxırıq 0,4'ü. Deməli, böyük a'mız olur 0,6. Bunu tapdıq. İndi populyasiyada bu əlamətə aid olan geni daşıyan fərdlərin sayını tapın. Bizim də deməli bir böyük A kiçik A'da, böyük A kiçik A'da daşınır da bu. Bir də kiçik A kiçik A'da daşınır. Düzdürmü? Ona görə də yazırsınız ki, 2 dənə heterozigot olduğuna görə 2 dənə böyük A kiçik A bərabərdir 2 vurulsun neçə? Böyük a'm neçədir? 0,6. Kiçik a'm da neçədir? 0'dan vurulsun 0,4. Eləcə ümumi 0,148. Düzdürmü? 0,148. Bir də resesivi tapırsınız. Resesiv nədir? Kiçik a kiçik a'dır. Çünki bu geni daşıyandır. Bu əlamətə aid olan geni daşıyan fərdlərin sayı. Bu da olacaq 0,4 vurulsun 0,4. Bu da eləcək 0,116. İndi bunların ikisini toplayırsınız cəmləmə olaraq. 0,148 ilə 0,116'nı toplayanda eləcək 0,164. Onu da vurursunuz neçəyə? Onu da vurursunuz ki, ümumi bu əlamətə olan fərdlərin sayını tapmaq üçün 1500'ə. 1500'ə vuranda o da eləməlidir. Deməli neçə? 960. Deməli cavabımız olacaq B variantı. 31-ci suala baxırsınız. Hansı genotipli fərdin əmələ gətirdiyi qametlərin 25%-i yalnız dominant gen daşıyır? Baxırsınız ki, buradan yalnız dominant dediyinə görə, məsələn, A variantında kiçik C var, resesiv var, 7. C'yə baxırsınız, kiçik B'ləri var, resesivdir, 7. Yalnız dominant deyir. Sonra Y variantında 25% verməlidir bizə. Amma burada heterozigotun sayı daha çoxdur. Baxın, bu da olmaz. Çünki bizə 25% verməlidir. Gəldik B variantına. B variantına baxırsınız ki, 2 dənə heterozigot var bunun. Yəni baxın, bu da eləyəcək neçə? 4'də 1, 4'də 1 də vuranda 100% eləyəcək neçə? 25%. Bəli, ona görə də cavabımız olacaq B variantı. Amma D variantına baxın o da. D variantında 3 dənədir heterozigot. Artıq 203 deməli ümumi neçə eləyər bu? 8. 8'ə. 100'ü 8'ə böləndə amma 25% ilə düşməyəcək. Aşağı faizlə düşəcək. Ona görə cavabımız D variantı, B variantı eləyər. Doğru cavab B variantıdır. 31-ci sualdan sonra keçirik növbəti. Deməli neçənci suala? 32-ci suala. 32-ci sualda nə deyir? Ana və atanın hər ikisində RH müsbət qan qrupu olduğu, ancaq heç bir halda bir-birinə qan verə bilmədiyi deyir. Bir ailədə ilk uşaq o RH mənfi olaraq doğulub. Deməli, bunlar bir-birinə qan verə bilmirsə, ikinci və üçüncü qan qrupları ola bilər. Baxırıq ki, buna əsasən atanın və ananın qan qrupu aşağıdakılardan hansı ola bilər? İkinci və üçüncü dediyimizə görə A getdi. Sonra C də getdi, Y də getdi. Qaldı B ilə D arasında. Bizə də deyir, hər ikisi müsbət qan qrupuna malikdir. Müsbət qan qrupuna hər ikisində malikdirsə, hər ikisi. Deməli, burada da A, O, R verib. R. Bu mənfi qan qrupudur. Deməli, valideynin biri mənfidir, bu
bu da çıxdaş olar. Deməli, böyük yer, kiçik yer, böyük yer, kiçik yer çarpazlaşanda mənfinin olma ehtimalı 4də 1-dir orada. Görürsünüz, hər ikisi də 3-cü biri bu 3'dür, ata, ana, bir də 2'dir. Deməli 2 və 3, bir də ki, onun da o olma ehtimalı görürsünüz mənfi ilə verib. Deməli cavabımız olar D variantı. Sonra 33-cü suala. Bir canlı 8 müxtəlif əlamətə görə maksimum 16 növ qamət əmələ gətirir. Yəni tutaq ki, bu formatda verilə bilər. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, kiçik Y. Böyük D, kiçik D. Yerdə qalan 4 dənəsi də homozigot olacaq. Bu halda artıq nə əmələ gələ bilər? 2 üssü 4 dənə heterozigot var, 16 ola bilər. Deyir, buna görə bu canlının sahib olduğu 8 allel gen cütündən maksimum neçəsi resesiv əlamət ola bilər? Maksimum neçəsi deyəndə artıq biz buradan 4 dənəsi heterozigot olduğuna görə kiçik, baxın, resesivləri daşıya bilər. Kiçik A, kiçik B, kiçik C, kiçik D. 4 dənəsi deməli resesiv ola bilər. Yerdə qalan hamısı homozigotdur zaten. Ona görə 4 dənə olar cavab burada. Resesiv əlamət daşıya bilər. Olacaq B variantı. 34. Qan analizi nəticəsində Kamalın qan plazmasında heç bir antitela rast gəlinmədi. Kamal hansı qan qrupu ola bilər? Deməli, qan plazmasında heç bir antitela rast gəlmirsə, bu 4-cü qan qruplu müsbəti götürməliyik deməli biz. Deməli 4-cü qan qrupu müsbət, cavab olar C variantı. Sonra 35. İnsanın kombinativ dəyişkənliyi başlayır. İnsanın kombinativ dəyişkənliyi başlayır. Artıq deyəcəksiniz ki, zigot əmələ gəldiyi yerdən artıq uşaqlıq borsundan götürmüş olarsınız. Cavab olacaq C variantı. 36-cı suala baxırıq. Verilən populyasiyada ağ rəng daşıyan genin rast gəlmə tezliyi. Ağ rəngli xoruz verilib. Burada kiçik A, kiçik A'dır. Qara rəngli xoruz böyük A, böyük A. Mavi rəngli xoruz bu olacaq böyük A, kiçik A. Mavi rəngli toyuq böyük A, kiçik A. Sonra bunlar artıq keçirik cüzələrdə necədir? Kiçik A, kiçik A, böyük A, kiçik A. Mavi olacaq. Yine de böyük A, kiçik A. Bu da olacaq böyük A, böyük A. Bizə deyir, ağ rəng daşıyan geni rast gəlmə tezliyi. Ağ rəng daşıyan kiçik A'lar soruşur. Ona görə də nə edəcəksiniz? Ümumi genlərin sayını toplayırsınız. Ümumi genlərin sayı 2, 4, 6, 8, 10, 12, 14, bu da 16. Ümumi 16'dır. 16'dan neçəsi ağ rəng daşıyır? 2 dənəsi bax yuxarıda burada. Yəni kiçiyə daşımış olsun. Sonra biri burada 3. Sonra bir dənəsi burada 4. İkisi burada 6. Biri burada 7. Biri de burada 8. Demək 8 bölünsün 16. Bu da elə ixtisar gedəndə 2'də 1. 2'də 1 də olacaq. Neçə deməli? Rast gəlmə tezliyi 1 də bölünsün 2, 0,5. Deməli cavab olacaq C variantı. 37-ci suala baxırıq. X cins xromosomu ilə ilişikli ötürülən resesiv xəstəliyə görə daşıyıcı ola bilməz. Bu yadda saxlayırsınız ki, müəllimlər, Şerşevski-Terner sindromlu qadın olar. Çünki bunun bir dənə X olacaq. Yəni ilişikli resesiv daşıyıcı ola bilməz deyəndə olunması üçün artıq burada nə olmalıydı? Deməli 2 dənə X xromosomu olmalıydı. Ona görə bir dənə X olduğuna görə Şerşevski-Ternerli qadında, ona görə cavabımız olar A variantı. 38-ci suala baxırsınız. 38-ci sualda nə deyir? Hansı genotipli fərdin əmələ gətirdiyi qametlərin 50% yalnız dominant gen daşımış olar? Deməli baxacaqsınız ki, artıq heterozigotun sayı daha az olsun yenə də. Heterozigotun sayı məsələn ən az olan A getdi.
Burada artıq neçə dənə, çünki həm də burada dominant dediyinə görə resesiv var. Bu da olmaz. Sonra burada da olmaz. 2 dənə B'si var, resesivdir. Sonra Y variantında heterozigotun sayı çoxdur. D'də artıq 3 dənə heterozigot var, amma B'yə baxırsınız 1 dənə heterozigot. Deməli 2də 1. O da eləyəcək. 2də 1 də 50-ni də bölü 2-yə, 100 də bölü 2-yə 50%. Deməli 50%-i dominant gen daşıyacaq, yalnız cavab olur B variantı. 39-cu suala baxırsınız. Sxemdə qan köçürmə prosesi haqqında verilən fikirlərdən neçəsi doğrudur? Baxın, K, M bir-birinə qarşılıqlı olaraq qan verə bilər. Bax, görürsünüz, ox işarəsi verilib. Deməli, hər ikisi bir-birinə verilirsə, bu AB qan qrupları ola bilər. Yəni, 4-cü qan qrupu. AB. L ilə N-ə baxırsınız. L ilə N, baxın, hər ikisi oxun üzü, yəni M-ə doğru. Çünki M-ə qan verə bilərlər. Çünki 4-cü qan qrupu bütün qan qruplarından qan alır, yalnız özünə verir. Ona görə bu həm nə ola bilər? İkinci qan qrupu ola bilər. İkinci qan qrupu. Həm olar üçüncü qan qrupu ola bilər. Bir də kimi də lap deyə bilərik. 2 bir də deyirik. Bu da ola bilər 3. İndi bir baxaq görək ki, nə deyir bizə. Deyir, K-nın qan plazmasında anti-B antiteli ola bilər. K nədir? K olacaq 4-cü qan qrupu. Qan plazmasında anti-B antiteli ola bilər. Xeyr, bu yanlışdır. Gəlib keçirik ikinciyə. M-in eritrositlərində, M 4-cü qan qrupudur. A və B antigeni ola bilər. Bəli, olur. Üstə baxırıq. L-in eritrositlərində yalnız bir antigen olar. Bəli. L məsələn tutaq ki, dedik ki, 2 və 3-cü kimi götürdük, ola bilər. N-in plazmasında yalnız bir antitel olar. Deməli, N nədir? N məsələn 2 ilə 3 götürəndə plazmada yalnız bir antitel olar. Bəli, məsələn tutaq ki, buna deyir ki, 4-cüdə N-in plazmasında nə kimi götür? Plazmasında yalnız deyirik bir antitel olar. Bəli, götürə bilərik bunu da doğru fikir kimi. Sonra 5'ə baxırıq. K ilə L-in nicahından bütün qan qrup deyir. Bütün qan qrupuna malik insanlar dünyaya gələ bilər. K ilə L nədir? K, A, B D, L-də 2-3 ola bilər. Bütün qan qrupların əmələ gəlməsi üçün hər ikisi heterozigot olmalıdır. Yəni A, O bir də olmalıdır. B, O. Bu formatda olmalıdır. Amma burada da uyğun gəlmir. 5 yanlışdır. 6'ya baxırıq. L ilə N-in nicahından doğulan uşaqların 2/1'nin plazmasında anti-B antitelinə rast gəlinir. Bəli, məsələn L ilə N tutaq ki 2 və 3-cü qan qrupları deyiriksə, A0 ilə B0 kimi götürəndə bəli, bütün qan qrupları əmələ gəlir ki, onlardan da bəli, məsələn tutaq ki, bunları çarpazlaşdıranda nə əmələ gəlir? A, B, A, O, O, bir də olur B, O. Buradan da bəli, 2/1 ikisindən, yəni anti-B-nə rast gəlmək olar. Deməli, burada qanın plazmasında olacaq A, O da ola bilər. Bir də ola bilər birinci qan qrupu. O da ola bilər. Ona görə bəli, bu da doğru fikirdir. 6-cı. Deməli, neçə dənə doğru oldu? 2, 3, 4, bir də 6, 4 dənəsi doğru fikirmiş olacaq. Cavab olacaq D variantı. Sonra 40-cı suala baxırıq. 2 diheterozigot sarı hamar noxudun çarpazlaşması zamanı alınan sarı qırışıq. Ümumi diheterozigot çarpazlaşmada neçə kombinasiya əmələ gəlir? 16 kombinasiya 100% isə sarı qırışıq noktalarının sayı 3'tür. Bir de olacaq X. Faizlə verməyib bizə. Faizlə vermədiyi üçün ona görə 3 bölünsün 16 kimi. Cavab olacaq deməli C variantı. Bu oldu ümumi biologiya
Deməli, sınaq 1-in izahı.